Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Müslüm ailə münaqişə əsəbində yaranan mübahisə zamanı həyat yoldaşı Natavana xəsarət yetirib. Hadisə 28 aprel 2024-cü ildə Xəzər rayonunun Çiləcər yaşayış massivində baş verib. Bakı şəhər sakini Müslüm həmin gün saat 21 radələrində sərxoş halda yaşadıkları Çiləcər yaşayış massivi yeni tikilmiş evlərin həyətində həyat yoldaşı Nartavanın ona evə sərxoş vəziyyətdə gəlməsini, azyaşlı uşağının qışqırmasını irad tutub, onu söyərək təhqir etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində onun təşəbbüsü ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı həmin gün orada qisas almaq məqsədi ilə Natavanın bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruq zərbələri ilə bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş Natavan onun həyat yoldaşıdır. Arada bir ispirtli içki içirəm. Aprelin 28-də axşam saat 18 radələrində ispirtli içki içdim. Sonra saat 21 radələrində evə sərxoş halda gəldim. Evdə azyaşlı oğlum Cəlilə onun nadiciliyinə görə qışqırdım. Bu zaman Natavan əsəbi halda yanıma gəldi. Mənimlə münaqişə etdi. Məni durduğum yerdə söydü. Sonra ikimiz evin həyətinə çıxaraq söhbət etdik. Natavan üzərimə gələrək yenə valideynlərimi təhqir etdi. Bu zaman yumruq zərbələri ilə onun baş nahiyəsindən vurdum. Səsküyə qonşu əli gəldi. Bu zaman mən getdim deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Xəzər rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Müslüm 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, təqsirləndirilən şəxsin yaşadığı Xəzər rayonunun Çiləcər yaşayış massivindəki yeni tikilini ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirlənən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub, hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə tapşırılıb. Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Mətləb şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə xəsarət yetirib. Hadisə 5 oktyabr 2024-cü ildə baş verib. Bakı şəhər sakini Mətləb həmin gün saat 15 radələrində yaşadıkları evdə arvadı Fəridə ilə sonuncunun mobil telefonunu götürməsinə görə geri istəməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində evin içərisində mətbəxdə şillə ilə sifət nahiyəsinə vurub. Daha sonra o Fəridəni itələyib yerə yıxıb, həmçinin evin həyətində saçından tutaraq sürükləyib. Sonra itələyərək yerə yıxmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Mətləbin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Fəridə ilə 2016-cı ildə rəsmi olaraq evlidir, 2 azyaşlı övladları var. Sonuncu dəfə 5 oktyabr 2024-cü ildə saat 15 radələrində yaşadığım evə gəldikdə evin içərisində Fəridə ilə aramızda mübahisə yarandı. Bu zaman Fəridə mənə tərəf gəldi. Mən sağ əlim ilə onun sifət nahiyəsinə şillə vurdum və itələdikdə yerə yıxıldı. Daha sonra yenidən üzərimə gəlmək istədikdə mən mənzildən çıxdım. Daha sonra evin həyətində Fəridəni itələdim və sonuncu
yenidən yerə yıxıldı deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Xəzər rayon məhkəməsində baxılıb, məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi deyil. Bu səbəbdən hökm çıxarılarkən onun barəsində ittiham edici olmayıb. Məhkəmə mətləbin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.